30 Days Soft Challenge 18-ci gündən hər kəsə salam. Bu gün ilk öncə sizə günün planlarından danışmaq istəyirəm. Birinci biz getdik ISR Plazaya, deməli topik imtahanının qeydiyyatından keçməyə. Ondan sonra isə günün planında bacımın Formula 1 müsahibəsi var idi. Onu da təbii ki videoya əlavə edəcəm. Bacımın əvvəlcədən təcrübəsi olduğuna görə artıq ISR Plazanı tapmaq o qədər də çətin olmadı. Çox rahat bir yerdə yerləşir və həqiqətən asanlıqla tapdıq. Burada isə artıq sənədi almışam, artıq təsdiqlədim qeydiyyatımı topik imtahanına və yenə sənədimdə problem olduğunun fərqinə varıb qayıdıram təzədən o problemi həll eləməyə. Bir rəqəmi əksik yazmışdılar. Burada isə bizim tanınmış Formula 1 pişiyimiz, pişiyi də çəkmişəm. Çox şirin yatırdı orada, mən də dedim çəkim video əlavə eləyim. Və burada bacımı gözləyəndə dedim vlog üçün bir video çəkim. Bacım müsahibədən çıxdıqdan sonra isə getdik yemək yeməyə. Bu arada çox dadlı idi bu dönərdə. Sonra isə gedirik avtobusa. Avtobusda da video çəkdim. Burada artıq evə qayıdırıq. Evə qayıdandan sonra da istədim biraz Koreya dili ilə hazırlaşım, amma o qədər də alınmadı. Ona görə vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Növbəti günlərdə görüşənədək sağ olun.